Bu il bölgələrdə havaların yağıntılı və qeyri-sabit keçməsi bir çox təsərrüfat sahiblərinə ziyan vurub. Hava şəraiti arıçılıq təsərrüfatlarından da yan keçməyib. Hamısı ötən ilki ara ailələrindi. Bax, yeşiklər bomboş. Baxın, hamısı bomboş. Aprel ayından etibarən havaların qeyri-sabit keçməsi arıçılıq təsərrüfatlarına mənfi təsir göstərib. Hal-hazırda biz arıxanaların birindəyik. Təsərrüfat sahiblərinin sözlərinə görə ötən illə müqayisədə bu il məhsuldarlıq aşağı düşüb. Uzun illərdə arıçılıqla məşğul olan Faiq Bayramlı deyir ki, yağıntılar məhsuldarlığı təxminən 80-90%-ə qədər aşağı salıb. Bununla yanaşı bu il xəstəliklər və zərərvericilər də artıb. Arı ailələri yuvalarından uçub gedir, bəzi arılar isə elə pətəklərdə məhv olur. Bu varitoz deyilən bir bəladır. Deyirlər kökü Yaponiyadan gəlib Rusiyadan bizə. Ondan da əlavə bu arıların köklü surətdə bütün yeşikdən çıxıb getmələri izahı da yoxdur. Nə xəstəliyin səbəbidir. Böyük ziyanlıqlar vurur. Mənə bu qışda mənə dəyən ziyan mən 40 mindən yuxarı sayıram. Hava şəraiti bal süzümünü də gecikdirib. Hər il artıq may balını satışa çıxaran arıçılar hələ də pətəklərdən bal əldə edə bilmirlər. Arıçılar deyir ki, arıların yaxşı nektar toplaması üçün təsərrüfatlar indiki aylarda dağlara, daha çox gül çiçəyin olduğu yerlərə aparılırdılar. Lakin havanın soyuq keçməsinə görə pətəklərin yerini dəyişə bilmirlər. Dağda da ki, hava o qədər sərt soyuqdur ki, dağ cəmaatı bu dəqiqədə ocaq yandırırlar, orada bürünü badiyala yorğunu otururlar, o dərəcədə soyuqdur. Dağa parmaq bu da hələ ki münasib deyil. Dağ ətəyi bölgələrə də hələ də soyuq olduğuna görə, iqlim şəraitinin yağışların, leysan xarakterli yağışlar yağdığına görə nektar axını olmayır. Mütəxəssislər isə bildirir ki, arıçılar xəstəliklərə qarşı öncədən tədbir görməlidirlər. Arıxanalarda xəstəliklər və zərərvericilər yayıldıqda müalicə tədbirləri çətinləşir və bir çox hallarda arı ailələrinin məhvinə gətirib çıxarır. Bununla yanaşı arıçılar ənənəvi müalicə üsullarını da dəyişməlidirlər. Bəzi arıçılarımızın hələ də bu xəstəliklərdən məlumatı olmadığına görə arı itkiləri hədsiz sayı çoxalıb. Məsələn, deyək ki, ənənəvi dərmanlama vasitələrindən istifadə edirlər. Xəstəliyi də tam bilmək üçün, yəni arıçı vizual görüb həmin xəstəlik haqqında məlumat verə bilməz. Bunda laboratoriyada həmin analizlər olmalıdır və analizlərin əsasında həmin xəstəliyi müəyyən etmək lazımdır. Mövcud problemə görə bu il balın satış qiymətində 10-20% artım ola bilər. Emin Vaqifoğlu, Diana Cəlali, Spice Xəbər, Quba.